Bizim üçün çox xoşdur. Bu günlərim bizim deməli vətəndaş cəmiyyətinin gələcəyi ilə bağlı bir müzakirəmiz olacaqdır. Bəlkə də bilmirəm təsadüfdən və yaxud da reallıqdan belədir ki, bugünkü müzakirədə iştirak edənlərin hər üçü, mən də daxil olmaqla vətəndaş keçmiş belə deyək, vicdan məhbuslarıdır. Müzakirədə iştirak edənlərdən biri Anar Məmmədli, Seçkilər Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri və Rəsul Cəfərov, hüquq müdafiəçisi İnsan Haqları Klubunun rəhbəri oldu. Və çox xoş oldu, çox sevindik hamımız ki, yaxın günlərdə onlar bir daha bizə qayıtdılar və azadlıqlarına qoşdular və bizlə bir yerdə oldular. Qeyd edeyim ki, 2013-cü ilə qədər vətəndaş cəmiyyətinin ölkədə problemlər olsa da fəaliyyət göstərməyə və müəyyən qədər azadlıqlar var idi və demək olar ki, problemlər olsa da kiçik miqdarda fəaliyyət göstərə bilirdilər. Həm bölgələrdə, həm Bakı şəhərində müəyyən tədbirlər keçirilirdi və qanunvericilik imkan verirdi ki, xaricdən, donorlardan, beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək maliyyə əldə eləsin və müəyyən proqramlar həyata keçirsinlər. Ancaq 2013-cü il prezident seçkilərindən sonra Anar Məmmədlinin həbsindən belə deyək, bir gün sonra qanunvericilikdə, yəni ictimai birliklər və fondlar haqqında qanun, qrant haqqında qanun, o cümlədən könüllülər haqqında qanun, iyanələr haqqında iyanələrin alınmasına bağlı qanunvericilikdə kifayət qədər qapatıcı dəyişikliklər baş verdi və məhdudlaşdırıcı dəyişikliklər oldu və demək olar ki, vətəndaş cəmiyyətinin fəaliyyət göstərməsi indi qanunvericiliklə məhdudlaşdırılır. Əvvəl bu praktik olaraq mümkünsüz idisə, indi qanunlar imkan vermir ki, bu BT-lər fəaliyyət göstərsinlər. 2013-cü ildən baş verən bu kapatma dalğası və sonradan ölkədə nüfuzlu olan qeyri-hökumət təşkilatları rəhbərinə qarşı, qeyri-hökumət təşkilatlarına qarşı cinayət işindən başladı və 2014-cü ildə məhkəmə zamanı mən və sonra digər hüquq müdafiəçilərinin həbsi, ölkədən çıxışı və bir müddət bəzilərinin isə bank hesablarına həbs qoymaqla fəaliyyətləri məhdudlaşdırıldı. Və sonradan da bütün qanunvericilik, sadaladığım qanunvericilik aktlarına dəyişikliklər baş verdi və məhdudlaşdırıldı. Biz indi bir qismi çox sevindiricidir ki, həbsdən azad olundu və biz bugünkü müzakirəmizdə vətəndaş cəmiyyətinin gələcəkdə fəaliyyəti ilə bağlı belə deyək, müzakirə açacağıq. Baxaq görək, yeni bizə qovuşan dostlarımız, vətəndaş cəmiyyəti liderləri gələcəklə bağlı necə planlar qururlar. Ümumiyyətlə, bu hazırki şəraitdə, hazırki siyasi durumda necə fəaliyyət göstərəcəklərlə bağlı bizə açıqlayacaqlar. Mən ilk öncə Anar bəy istəyirəm bu barədə öz fikirlərini bölüşsün. Həm bir ekskurs eləsin ötən dövrə, həm də gələcəklə bağlı ki, qeyri-hökumət təşkilatını siz gələcəkdə fəaliyyətinə bağlı necə görürsünüz? Ümumiyyətlə, bunu görürsünüzmü, yoxsa demək olar ki, məhdudlaşdırılıqdır? Təşəkkür edirəm. Və əvvəlcə bu layihəyə görə təşəkkür edirəm. Çox çıxandan sonra sevindirici hallardan biri də bu cür layihələrdir. Bizdə elə təsəvvür yaranmışdır ki, ümumiyyətlə adamların 2-2-3 gəzməsi tamamilə qadağandır. Maşallah, xeyli adam toplaşır. Demək olar ki, bir məhkəmə auditoriyasını tutacaq qədər belə insan var. Həbs olacaq. Baranlıqda sırışmaz zaman. Deməli, birinci çıxan kimi ilk təəssürat, azadlığa qovuşan kimi ilk təəssürat odur ki, həqiqətən adamların sifətində bir xof var
Amma yox idi. Yəni gördüm ki, hər kəs çox sərbəst, kimlə qarşılaşıram, yəni çox adi qarşılayırlar. Yəqin ki, bu da bizim çevrəmizin belə olmağına gəlir. Biz kifayət qədər elə bir çevrəyə malik insanlarıq ki, istər ailəmizdə olsun, istər ətrafımız olsun, dostlarımız, yoldaşlarımız. Yəni bu cür məsələlərə alışmış adamlardır və yaxud da ki, belə proseslərə qoşulanda gözlərini yəni göz ardı etmirlər baş verə biləcək hər hansı təzyiqləri. Ancaq ümumiyyətlə indi burada elə şəxslər ola bilər ki, onlar üçün də maraqlı ola bilər. Bu proses nə zaman başladı? Əslində mən sizə deyim ki, Azərbaycanda yəni vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti ilə bağlı hüquqi siyasi xarakterli məhdudiyyətlərin tarixi çox 10-cu illərdən əvvələ gedir. Yəni 90-cı illərin əvvəllərində də bu, 90-cı illərin ortalarında da bu məsələlər vardı. Hətta Azərbaycan İş Konstitusiyası qəbul olunandan sonra 95-ci ildə keçirilən konstitusiya referendumdan sonra belə ümid yaranmış ki, qeyri-hökumət təşkilatlarının fəaliyyətinə onların legitim bir münasibət formalaşacaq, onların legitimliyi ilə bağlı hakimiyyətlərə bir şübhə də olmayacaq. Ancaq sonra Avropa Şurasının Azərbaycanın öz qəbul olması və bu kimi məsələlər ümid verirdi. Ancaq əfsuslar olsun ki, hakimiyyətin 90-cı illərdə, 2000-ci illərin əvvəllərində qeyri-hökumət təşkilatlarına bəslədiyi münasibət çox uzun müddətdən sonra 2013-cü ildə 14-cü il məhkəmə proseslərinin özünü göstərdi. Qeyri-hökumət təşkilatlarını düşmən hesab edirdilər. Vətəndaş cəmiyyət fəallarını xarici erməni dəyirmanını tökən qüvvələr hesab edirlər. Yəni, bu kimi belə deyək, təbliğat, mən Kürdəxanda məsələn olanda televizorda çox adam tanımırdı, kim necə gəlmişəm. Heç xəbərləri yoxdur. Ancaq informasiyanın deməli, xəbər biletenlərine baxan kimi hamıda təəssürat yaranırdı ki, yanlarındakı adam deməli, erməni dərmanını sökən bir şəxsdir. Kameraya daxil olmuşam, özümü təqdim edirəm. Yəni, qısaca bir təqdimat. Keçirdik, məişət işlərlə məşğul olurduq. Yəni, adamlara inteqrasiya olmağa çalışıram. Ancaq liderdə göstərirlər ki, anar məmməzliyi nə işlərlə məşğul olur. Sonra Space-də, ATV-də buraxışlar gedir və başlayırdım özümü müdafiə eləməyə. Xoşbəxtlikdən bəzi şəxslər inanmırlar həmin telekanalların xəbərlərə və elə olurdu ki, biz çox da əziyyət çəkmirdik. Sonra məhkəmə prosesləri başladı və mən hesab edirdim ki, 16 dekabrda mənim həbsimdən sonra bu ciddi presin xarakteri daşımayacaq. Amma 17 dekabrda çox ciddi parlamentdə sənədlər qəbul olundu. Faktiki olaraq Azərbaycanda yerli qeyri-hökumət təşkilatlarının qeydiyyasız fəaliyyəti qadağan edildi. Yəni, nə baş verildi? Deməli, qanuna dəyişikliklər edildi ki, qeyri-hökumət təşkilatları ictimai bilgiler haqqında qanuna dəyişikliklər edildi ki, yalnız Ədliyyə Nazirliyində qeydiyyatı olan qeyri-hökumət təşkilatları hüquqi şəxs statusuna malikdirlər. Paralelində qrant haqqında qanuna dəyişiklik edildi ki, dərhal 17 dekabrda deməli, hüquqi şəxs olmayan qeyri-hökumət təşkilatları, yalnız hüquqi şəxslərin qrantları resmiyən kimi tanına bilər və qeydiyə alına bilər. Yəni, siz əgər hüquqi şəxs deyilsinizsə artıq, aldığınız qrant legitim xarakter daşımayacaq, qanunsuz elan olacaq və sizin qeyri-hökumət təşkilatı olaraq fəaliyyətiniz məhdudlaşdırılacaq. Ümumiyyətlə, Azərbaycanda qeyri-hökumət təşkilatına belə bir yanaşmanı gətirdilər ki, vətəndaşların birləşmək azadlığı, vətəndaşların 2-3 nəfər birləşərək bir qurum, sivil toplum qurumu yaratması mütləq icazəli xarakter daşımalıdır. Mütləq Ədliyyə Nazirliyinin tanınması əsasında, tanındığı halda fəaliyyət göstərə bilər və fəaliyyəti legitim hesab oluna bilər. Əslində isə bu Azərbaycanın qoşulduğu bir sıra beynəlxalq normalarına, o cümlədən Avropa Konvensiyasının tələblərinə ziddidir. Avropa Konvensiyasının 11-ci maddəsi birləşmək azadlığı o halda vətəndaş cəmiyyət təşkilatlarının, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin məhdudlaşdırıcı halları öngörür ki, tutaq ki, ictimai asayişin, milli dini irqi seçkiliyin pozulmasından bağlı məsələlər olsun, vətəndaşların mənəviyyatına və yaxud da ki, sağlamlığına zərər verən hallar baş versin. Yəni, bu kimi hallar baş verəndə yalnız məhdudlaşdırmadan söhbət gedə bilərdi. Əslində isə Azərbaycanın qeyri-hökumət təşkilatları haqqında qanuna indi baxanda demək olar ki, 2013-cü ilin 17 dekabr məlum dəyişikliklərindən sonra qanunvericilik çox məhdudlaşdırıcı bir formaya düşür və hal-hazırda qeyri-hökumət təşkilatı yaratmaq, ondan sonra fəaliyyət göstərmək çox müşkül məsələyə çevrilibdir. Digər məsələ maliyyələşmə ilə bağlıdır. Yəni, bildiyiniz kimi Azərbaycanda yerli donorlar hesabına qeyri-hökumət təşkilatlarının fəaliyyəti çox ciddi problemli bir məsələdir. Məsələn, iyanələrlə bağlı qoydular ki, 200 manata qədər iyanə qeydiyyatdan keçirilməyə bilər. Ancaq bu halda da belə 200 manat bank vasitəsindən ödəniş olmalıdır. Yəni, nağdı ödənişləri belə aradan qaldırdılar.
Azərbaycanda siz təsəvvürə gətirin ki, demokratiya və insan hüquqları müdafiəsindən məşğul olan hansısa bir təşkilat kampaniya həyata keçirir və hesab edir ki, milli normlar hesabına, könüllü yanlılar hesabına fəaliyyət göstərə bilər. Misal üçün, seçkilərin monitorinlə biz məşğul olmuşuq. Bizim hər hansı bir seçki monitoring fəaliyyətini həyata keçirməyimiz üçün indiki şərtlər daxilində təxminən 200.000 manata ehtiyacımız var. İl boyu fəaliyyət göstərmək üçün. Bu 200.000 manatı biz xaricdən almamız qeyri-mümkündür, çünki qeydiyyatımız yoxdur. Faktiki olaraq mövcud qanunvericilik bizim qrant almamızı qadağan edir. Yerli donor hesabından biz maliyyələşmək istəyirik. Bu halda yerli donorçuluqla da bağlı qanunda, İnzibati Xətalar Məcəlləsində, sonra deməli, qrant haqqında qanunda ciddi qeyri-hökumət təşkilatları haqqında qanunda problemlər var. Yəni, bu qanunvericilik haqlarına edilmiş dəyişikliklərlə bağlı sizi çox danışıb, bu məsələlərlə bağlı hər birinizi diqqətinə buna fokuslandırmaq istəməzdim. Mən daha çox istərdim ki, bugün biz mövcud iki məsələyə diqqət yetirək. Mövcud dəyişikliklər, mövcud mühit necə oldu, yarandı və bundan çıxış yolları nədir? Bütün bunların baş verməsinin mənə gəlir ki, əsas səbəblərindən biri Azərbaycanda getdikcə vətəndaş cəmiyyəti təşkilatlarının, ümumiyyətlə vətəndaş cəmiyyətinin, vətəndaşların fəallığının, vətəndaşların cəmiyyətin və dövlətin idarəsində iştiraki istəklərinin artması idi. Yəni, insanların arzuları, istəkləri artdıqca, cəmiyyətdə təşkilatlanma gücləndikcə, hakimiyyətdə bir narahatlıq yaranır. Və bu narahatlıq sonunda özünü büruzə verdi. Çoxlu sayda qurumlar yaranmağa başladı regionlarda. Əlbəttə ki, burada sosial şəbəkələrin də rolu vardı, burada sosial medianın da rolu vardı. İnsanlar toplaşa bilirlər, insanlar müxtəlif qruplar yaradırlar. Adicə velosipedçilərin dərnəyindən tutmuş, tutaq ki, təbiəti sevərlər və yaxud da ki, seçkilərin monitoringinə qədər, yəni bu kimi mürəkkəb məsələlərə qədər vətəndaşlar təşkilatlanırlar, birliklərini yaradırlar. Siyasi partiyaların ətrafında birləşmişlər. Uzun illər boyu Azərbaycanda bir sıra insanlar özlərinin ictimai-siyasi qayğılarını siyasi partiyalarda təmsilçilik vasitəsilə ödəməyə çalışırlar, həmin sosial ehtiyaclarını. Amma zaman keçdikcə gördülər ki, 2-3 nəfər bir yerdə çox rahat şəkildə, məhəlli səviyyəsində, icma şəklində özlərinin problemlərini həll edə bilər və 7 səviyyəli problemlərin həllində belə bir nəfərin təşəbbüskarlığı nəyisə həll edə bilər. Bax, bu kimi bu meyllərin qarşısını almaq üçün hakimiyyət çünki bu kimi meyllərin qarşısında çox zəif idi. Ümumiyyətlə, hakimiyyətin immuniteti illər keçdikcə zəifləmişdi və nəticədə bu baskılar baş verdi. Mən hesab edirəm ki, Azərbaycanda 2013-cü ilin 17 dekabrında başlamış və sonradan 2014-cü illə digər mənim həmkarlarımın həbsi, onların bank hesablarının bağlanması, sonra qeyri-hökumət təşkilatlarla bağlı qanunvericiliyə edilmiş dəyişikliklər ölkədə vətəndaş cəmiyyətinin ildən ilə güclənərək cəmiyyətin və dövlətin idarə edilməsində iştirakı ilə bağlı imkanlarının artması, istəklərin artması ilə bağlı idi. Bəs bu indi nə baş verir? Mən indiki mövcud ictimai-siyasi durumu mənə ki, daha çox başqa şəxslər qiymətləndirə bilərlər. Mənim bəlkə də qiymətləndirməm hadisə doğru olmaz, obyektiv olmaz. O mənada ki, bir həftədir cəmi hazırlıqdayam. Bir həftə ərzində hər şeyi saf-sürü etmək, hər şey olduğu üçün qiymətləndirmək çox çətindir. Ancaq hesab edirəm ki, insanlar idarəçiliyə, insanlar bu problemlərə açıqdırlar və insanların istəklərini idarə etmək mümkün deyil və Azərbaycan cəmiyyətində bir bu dalğa baş verdi, təzyiqlər dalğası. Bununla hər şeyin qabağını almaq mümkün deyil. Perspektivdə hələ insanların, belə deyək, vətəndaşlarımızın idarəçilikdə və cəmiyyətin idarə olunmasının istəklərinin qarşısına çıxmaq mümkün olmayacaqdır və xüsusilə indiki informasiya texnologiyalarının inkişaf etdiyi bir dönəmdə. Mən gələcəklə bağlı nə etmək olar ki, yəni sual ətrafında da düşünməyi və çıxış yollarını göstərməyə təklif edərdim. Hər halda mənim də bir neçə təklifim var, ancaq bir vətəndaş cəmiyyəti təmsilçisi kimi sizin də fikirlərinizi eşitmək mənim üçün maraqlılardır. Mən son olaraq onu qeyd edim ki, hesab edirəm ki, Azərbaycan cəmiyyətində bilginin, yəni informasiya bilgilərinin artması, maarifçilik və insanların məlumatlandırması, ictimai məlumatlandırma tədricən bu kimi problemlərin həllində bizə kömək edə bilər və biz çalışmalıyıq ki, daha çox bu məsələlərə fokuslanalım. Müzakirələrin gedişatında... Çox sağ olun, Anar bəy. Rəsul bəy, Anar bəy giriş verdi bu problemlərlə bağlı. Mən istərdim, siz bax, bu qanunvericiliyin məhdudlaşdırması fonunda, təzyiqlər, vətəndaş cəmiyyətindən baş verən təzyiqlər fonunda siz növbəti mərhələdə fəaliyyətinizi necə quracaqsınız? Sizcə bütün yollar tükənibmi, yoxsa fəaliyyət göstərmək üçün qanunun imkan verdiyi şəkildə fəaliyyət göstərmək olur? Ümumiyyətlə, siz yenə də
əvvəlki tək hüquq müdafiəçiliyə məşğul olacaqsınızmı? Sən axırıncı 5 gündə bu sualı çox adam verir ki, məşğul olacaqsan yoxsa? Əlbəttə mən yəni ilk növbədə mən çox şadam ki, bugün buradayam, sizinləyəm və hamımıza maraqlı gələn məsələləri müzakirə edirik. Mən düşünürəm ki, vəziyyətin necə olmasından asılı olmayaraq, reallıqların necə olmasından asılı olmayaraq həmişə irəliyə doğru baxmaq lazımdır və həmişə son nəticədə, yekun nəticədə hansısa bir pozitiv nailiyyətlərin əldə edilməsinə inanmaq lazımdır. Yəni, bu bir mənalı şəkildə belədir mənim üçün, o cümlədən də hüquq müdafiə fəaliyyətinin qurulması baxımından. Amma sözsüz ki, yəni, sizin də qeyd etdiyiniz kimi, Anar bəyin də qeyd etdiyi kimi, həm qanunvericilikdə, həm praktikada hal-hazırda çox ciddi məsələlər var, çox ciddi problemlər var. Mən düşünürəm ki, bizim məsələn azadlığa çıxmağımız və hamı da bilir ki, növbəti adım kimi İntiqam Əliyevin də azadlığa çıxma şansları var və əslində bu addım atılsa vətəndaş cəmiyyətini, birbaşa vətəndaş cəmiyyətini, qeyri-hökumət təşkilatlarını təmsil edən sonuncu şəxsə azadlığa çıxmış olacaq. Aydın məsələdir ki, bu müəyyən siyasi iradənin nəticəsidir. Amma bizim hamımıza da aydındır ki, bu siyasi iradə niyə görə indi ortaya qoyuldu və çox gecikmiş şəkildə ortaya qoyuldu. Lakin təkcə insanların azadlığa çıxması ilə iddia etmək olmaz ki, vətəndaş cəmiyyətindəki bütün problemlər həll olunur və vətəndaş cəmiyyəti üçün şərait yaradıldı. Yəni, bu belə deyil. Bax, elə biz müzakirə edirik, biz çıxmış azadlığa, əlbəttə ki, bu çox vacibdir. Amma bundan sonraki fəaliyyətimizi necə quracağıq? Mövcud qanunlar əsasında qura biləcəyik, yoxsa yox? Hamımıza ciddi düşündürən sualdır. Ona görə mənim şəxsən mövqeyim ondan ibarətdir ki, əgər bu siyasi iradə hansı səbəblərdən asılı olmayaraq ortaya qoyulubsa, sona kimi davam etdirilməlidir. Qeyri-hökumət təşkilatlarına buna qədər yaradılmış bütün deməli, maneələr, istər qanunvericilikdə, istər praktikada aradan qaldırılmalıdır. Sonra sadə bir nümunə çəkim. Bu uzun illərdir, hətta Anar bəyin qeyd etdiyi dəyişikliklərə qədər də olan ciddi bir problemidir. Qeyri-hökumət təşkilatlarını qeydiyyata almırlar. Və yaxud da ki, qeydiyyata alma proseduru olduqca çətindir. Təsəvvür edin ki, kommersiya təşkilatına 3 günə qeydiyyata alırlarsa, qeyri-hökumət təşkilatının qeydiyyatı qanunverici ilə 70 günə kimi uzanır. Amma öz əllərində, yəni o qanundakı boşluqlardan istifadə edərək illərlə uzada bilərlər. Məsələn, bizdə var idi təşkilatlar 3 il, 5 il, 10 il, 7 il qeydiyyata alınmır. Elə bizim özümüzün, məsələn, İnsan Hüquqları Klubu təşkilatı 2010-cu ildən indiyə kimi faktiki qeydiyyata alına bilməyib. Halbuki dəfələrlə müraciət olunur. Yəni, belə bir argumentlər səsləndirilirdi ki, məsələn, kommersiya təşkilatlarını qeydiyyata almaq ona görə vacibdir ki, bu ölkə iqtisadiyyatına bir töhfələr verir, bu sahibkarlığın inkişafı ilə bağlıdır. Amma biz sonuncu 6-7 ayda görürük ki, sahibkarlığın inkişafı harada olub, hansı səviyyədə olub və həmin qeydiyyat məsələsi ilə bağlı o səsləndirilən argument indi daha gülün şəkildə görülür. Və yaxud da ki, belə bir argument səsləndirilirdi ki, yəqin Anar bəy də təsdiq edər ki, güya qeyri-hökumət təşkilatları vasitəsilə hansısa terror təşkilatları maliyyə vəsaitləri ölkəyə gətirə bilərlər və s. Onda sual olunur ki, güya kommersiya təşkilatları elə bilməzlər. Yəni, onu istəyən təşkilat, hansısa bir qurum, hansısa bir qüvvə istəsə, onu kommersiya təşkilatları ilə də cəhd edə bilər. Yəni, bu belə deyib, cinayəti törətməyə çalışa bilər. Bu argument də belə deyək, zəif səslənən argumentidir. Ona görə illər keçdikcə bizim əminliyimiz biraz da artdı və indi də bizdə tam əminlik var ki, qeyri-hökumət təşkilatları əslində belə deyək, müəyyən dairələrin vətəndaş cəmiyyətinin güclü olmasında maraqlı olmaması ilə bağlıdır. Yəni, onlar dərk edirlər ki, vətəndaş cəmiyyəti güclü olsa, qeyri-hökumət təşkilatları güclü olsa, hüquq müdafiəçiləri geniş imkanlara malik olsa, onda müəyyən məsələlərdə problemlər çıxacağı, istər korrupsiya ilə bağlı, istər
digər hüquq pozuntuları ilə bağlı, o cümlədən vətəndaşların hüquq və azadlıqlarının qorunması ilə bağlı, yəni ən müxtəlif sahələrdə, yəni biz bugün hansı problemləri görürüksə, qeyri-hökumət təşkilatlarının əsas funksiyası elə o problemləri qaldırıb onun həllinə çalışmaqdır, onun həllinə nail olmaqdan ibarət olur. Və mən burada qısaca olaraq biraz o səbəblər hissəsinə keçmək istəyirəm ki, çünki əlaqəlidir. Və niyə görə bizə qarşı bu cür repressiyalar başladı? Yəni, birinci səbəbi aydındır ki, bizdən xoşlanmadılar. Yəni, biz düz söz dediyimizə görə, tənqidli fikirlər səsləndirdiyimizə görə, prinsipial mövqe nümayiş etdirdiyimizə görə, yavaş-yavaş düzləndiyimizə görə və çevrəmizi genişləndirdiyimizə görə. Amma sırf o 2014-cü ildəki məsələləri mən həm də ona hesab edirəm ki, Azərbaycan hakimiyyəti ya inandırılmışdı, ya özü inanmışdı ki, həqiqətən də qeyri-hökumət təşkilatları vasitəsilə nələrsə planlaşdırılır, nələrsə hansısa bir məsələlər qurulur, hansısa bir işlər planlaşdırılır və bu, belə deyək, qeyri-hökumət təşkilatları vasitəsilə həyata keçirilir. Konkret desək, inqilab Konkret desək, elə mən onu deyəcəkdim, Maydan hərəkatı filan məsələləri var idi. Bunu qeyri-rəsmi də bizə deyiblər, əslində baxanda elə rəsmi də mətbuat orqanlarında səsləndiriblər ki, mənim işimi aparan məsələn müstənidlər, indi yəni etik qaydalara görə adını çəkmirəm, fəxrlə deyirdi ki, biz inqilabın qabağını almışıq, sizi həbs etməklə. Mən ancaq həmin vəziyyətə gülə bilərdim və gülürdüm əslində. O da müəyyən mənə də təəccüblənir ki, niyə gülürsən? Deyirəm, bu belə məsələdir ki, buna ancaq gülmək olar da, başqa buna digər bir reaksiya vermək olmaz. Və yaxud da ki, verdiyi suallardan, məsələn, sual verdi ki, sən Kiyevə niyə gelirsən? Kiyevə mən tədbirə getmişəm. Yəni, hər bir Kiyevə getmək çox səbəb olub. Yəni, o deməkdir ki, inqilaba azlama görə mən gedirəm. Çox belə bir ciddi mənası olmayan, belə hətta çox ucuz bir məsələlər qaldırılırdı. Məsələn, və yaxud Maydanda niyə olurdu? Və yaxud belə bir fikir səsləndirilir ki, Maydanda inqilabı qeydlər edib də. Bu tamamilə kökündən yanlış fikirdir. Yəni, cəmiyyətə sırılan bir yanlış fikirdir, yəni üzr istəyirəm ifadəmə görə. Niyə görə? Çünki Maydanda qeyri-hökumət təşkilatlarının funksiyası, yəni biz oranın qeydləri ilə çox sıx əlaqədə olduğumuza görə, yəni yaxından onu gördüyümüzə görə, monitorinqini apardığımıza görə deyə bilərik ki, Maydanda qeydlərin rolu ancaq və ancaq etirazlarda iştirak edən şəxslərin təhlükəsizliyinin təmin olunmasından, zəruri olan təqdirdə tibbi yardımın, digər yardımların çatdırılmasından ibarət olur. Vəssalam. Yəni, orada nə etirazların təşkilində qeydlər iştirak edib, nə insanların ora çağırılmasında insanlar iştirak edib. Sonra deyirlər ki, orada siz bilirsiniz də, Yanukoviçin bir fərmanı ilə bir neçə qanunlara, o cümlədən qeyri-hökumət təşkilatları haqqında qanunlara mürtəcə dəyişikliklər qəbul edildi və əslində etirazlar bundan sonra başladı və argument kimi deyilir ki, məhz bu dəyişikliklərə görə qeydlərin, yəni, amma qeydlərin orada rolu onunla yekunlaşdı ki, onlar bəli, müraciət etdilər, bəyanatlarla çıxış etdilər ki, bu dəyişikliklər Ukraynada vətəndaş cəmiyyətinin məhvinə yönəlib və beynəlxalq ictimaiyyət, yerli ictimaiyyət bu dəyişikliklərə öz etirazını bildirməlidir, onu verməməlidir. Bunun halda orada qeydinin funksiyası bitdi və ondan sonraki baş verən hadisələrdə biz hamımız çox gözəl bilirik ki, kimlər olub, necə olub, hardan mali olub və s. və ilə axır. Yəni, yenə deyirəm, qeydlərə bu cür məsələlər dünyanın heç bir ölkəsində yapışmır və yapışa da bilməz və mən hesab edirəm ki, Azərbaycanda da yapışmadı. Nə qədər cəhdlər oldusa da, nə qədər bununla bağlı qara PR kampaniyaları aparıldısa da, insanlara belə deyək, yalan məlumatlar verildisə də, buna nail olunmadı və mənə elə gəlir ki, bu iddialarla çıxış edən şəxslərin də çox böyük əksəriyyəti, onların arasında buna səmimi inananlar da ola bilər, inanmayanlar da ola bilər, yəni bu artıq onların vicdan məsələsidir. Artıq indi dəqiq onu bilirlər ki,
şəxsən yəni bizim qeyri-hökumət təşkilatı, Anar Bəygilinin təşkilatı və yaxud da indi İntiqam bəyin təşkilatı hər hansı bir bu planlaşdırmada mı deyək, hansı bir o inqilabi hərəkatda mı deyək, təmsil olunmayıb və olunmaq niyyəti də olmayıb. Bizim işimiz sırf vətəndaş cəmiyyətinin inkişafından ibarət olub, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsindən ibarət olub və indi elə Bəşir bəyin sualına cavab olaraq mən də bu mövqedən çıxış edirəm ki, biz niyə o işlərə davam etdirməməliyik? Yəni biz niyə görə ölkə qanunları ilə, ölkə qanunvericiliyi ilə, konstitusiyadan başlamış digər qanunlara kimi bizə verilmiş hüquqlardan istifadə etməyək və bu işlərlə məşğul olmayaq. Ona görə mənim şəxsən mövqeyim ondan ibarətdir ki, müəyyən bir dövrdən sonra mütləq şəkildə vətəndaş cəmiyyəti qurumları olaraq öz əvvəlki fəaliyyətimizə qayıtmalıyıq. Ölkə üçün, cəmiyyətimiz üçün yararlı olan layihələrin icrasına başlamalıyıq və sözsüz ki, yəni çıxışımın da əvvəlində qeyd etdiyim kimi, əgər səmimi siyasi iradə nümayiş etdirilirsə və bunu davam etdirmək istəyirlərsə, QYT-lərə qarşı deməli, bu maneələr aradan qaldırılmalıdır. Çox sağ olun Rəsul bəy. Bir məsələni istəyirəm qeyd edeyim. Bütün bu həbslərdən sonra əvvəl də olurdu, amma bu həbslərdən bu daha çox tirajlanmaya başladı. Hakimiyyət nümayəndələri bildirirlər ki, bu vətəndaş cəmiyyəti QYT nümayəndələri hakimiyyətlə birgə əməkdaşlıq şəklində bu problemləri çözməlidir. Yəni, belə bir deyim var ki, problemləri öz daxilimizdə həll edir. Bu məsələlər beynəlxalq təşkilatların tribunallarına çıxması, insan haqları pozuntuları, seçki qanunvericiliyi ilə bağlı problemlər, seçki saxtakarlığı. Yəni, bu problemləri daxildə həll edək və o cümlədən qeyri-hökumət təşkilatları şurası var və bildirirlər ki, gəlin bu qeyri-hökumət təşkilatları niyə xarici fondlardan qrantlar alırlar, mənşəyi bilinməyən, yəni onların iddia edildiyinə görə hansısa pullardır və öz dövlətdən pulları alsınlar. Əgər doğrudan da dövləti sevirlərsə, mən iddia edirəm və təbii ki, mən bilirəm ki, qeydiyyatı olmadan müraciət etmək olmaz. Amma belə bir iddialar var ki, hakimiyyətlə əməkdaşlıq çərçivəsində bu problemləri həll etmək mümkündür. Siz necə fikirləşirsiniz? Bu mümkündürmü, yoxsa? Olar belə bir şey, biz o məsələlər düzdür, qaldırılırdı, ancaq belə həmişə fikirlər səslənir ki, Azərbaycan vətəndaş cəmiyyəti təşkilatları beynəlxalq təşkilatlarla, xarici dövlətlərlə daha çox meyillidirlər əməkdaşlığa, nəinki öz milli hakimiyyətlərindən. Hətta mənə, məsələn, dəfələrlə qınaq irəli sürülüb ki, siz niyə Azərbaycan dövlət strukturlarının ayırdığı maliyyə proqramlarından, maliyyə fondlarından bəhrələnmirsiniz? Layihə ilə müraciət edib oradan maliyyə istəmirsiniz. Mən bu məsələyə münasibətim belə olub ki, mən deyəndə yəni bizim təşkilatın münasibəti belə olub ki, zamanında belə olub, indi də belədir. Birinci şərt əməkdaşlıq şəffaf xarakter daşımalıdır. Yəni biz hakimiyyətlə əməkdaşlıq etmək istəyiriksə, bu əməkdaşlıq şəffaf xarakterdə olmalıdır. İkincisi, bu, belə deyək, tematik xarakter daşımalıdır. Tutaq ki, məsələn, hansısa dövlət qurumu bir ədliyyə naziri tədbir keçirir, bütün qeyri-hökumət təşkilatları gəlir ora və Azərbaycanda müzakirə olunur qeyri-hökumət təşkilatlarının vəziyyətinə bağlı məsələ. Bilirsiniz, yəni, ekologiya ilə məşğul olan təşkilatla gəlir, istehlakçıların hüquqlarını müdafiə edən təşkilatla gəlir, bizə gəlir. Bu maksimum bir dəfə, iki dəfə belə bir görüş olar. Amma tutaq ki, biz seçkilərlə məşğuluq. Mərkəzi Seçki Komissiyasından mütəmadi görüşlər olsa ki, gəlin biz pozuntular aşkarlamışıq, gəlin buna baxaq, seçkilər oldu, deputatlığa namizədin səsləri tutaq ki, saxtalaşdırıldı, bülletenlər oğrandı, gəlin bunu araşdıraq, biz çağıraraq bir 5 nəfər, 6 nəfər jurnalisti də oturaq müzakirə. Amma bu yoxdur axı, tematik müzakirələr olmur, tematik əməkdaşlıq olmur. Və üçüncüsü, bu davamlı xarakter daşımalıdır. O, vaxtı ilə olubdur, 2005-ci ilin prezident parlament seçkiləri ərəfəsində biz Mərkəzi Seçki Komissiyasından görüşlərimiz olurdu. Bizi müşahidəçilərin, vətəndaşların təqdim etdiyi qanun pozuntuları ümumiləşdirirdik, analiz edirdik, aparırıq, verdik Mərkəzi Seçki Komissiyasına və Seçki Komissiyasında 2 həftə, 1 həftə araşdırandan sonra görüşə gəlirlər. Biz görüşürdük. Görüşlərin heç bir nəticəsi olmadı. Təsəvvürə gətirin, biz oturmuşuq, 31 pozuntu vermişik. Bunlar durur deyir ki, 29 pozuntunu biz ümumiyyətlə əsassız olduğunu müəyyən elədik. 2 pozuntudan biri teminli xarakter daşırdı, birində də vətəndaşın adı yanlışdır, biz xahiş edirik onu dəqiqləşdirin verir. Belə cavab məktubu gəlir. Yəni, artıq bu görünür ki, bunlar konstruktiv yanaşmırlar məsələyə.
Belə olanda əlbəttə əməkdaşlıq da alınmır. Yəni şəffaflıq hesab edirəm ki, birinci şərtli tematik xarakter daşımaq, bir də davamlı olmalıdır. Yəni hər birinin öz sahəsi var. Mən misal üçün tutaq ki, belə deyək, istehlakçıların hüquqları müdafiəsi ilə bağlı gedib hansısa müzakirə qatılası deyiləm. Seçkilərlə bağlı nəyisə müzakirə etmək istəyirlərsə, onlar bu gündən hazırlarsa, mən sırağa gündən hazıram əməkdaşlığa. Gəlin əməkdaşlıq edin. Amma eləmirlər. Mənim də mövqeyim ondan ibarətdir ki, yəni o məsələlərin gəlin ölkə daxilində həll edə yanaşması biraz belə deyək, yəni düzgünlük və doğruluq üzərində qurulmur həmin açıqlamalar. Yəni yanaşmalar səmimi deyil. Səmimi deyil çünki səmimi səslənmir həmin bəyanatlar, məsələlər və səmimi də yanaşılmır. Məsələn, mən yay aylarında, yəni ötən ilin yay aylarında hələ Kürdəxanada yerləşən təzyiqxanada saxlanıldığım zaman mətbuata belə bir müraciət etmişdim ki, bəli, əgər qarşı tərəf həqiqətən də təkid edirsə və öz yanaşmasında səmimidirsə, mən şəxsən, belə deyim, məsələlərin ölkə daxilində həll olunmasının tərəfdarıyam. Gəlin həll edəyim. Yəni, mən də bu mövqedən çıxış edirəm və məni azad edin ilk növbədə, əgər məsələlərin ölkə daxilində həll edilməsindən danışarıqsa. Nəticədə, yəni, apellyasiya məhkəməsi cəmi 3 ay mənim işimdən saldı və onların faktiki cavabı oldu ki, ölkə daxilində falan həll etmək fikrimiz yoxdur. Və bu mənim dediklərimi bir daha əsaslandırdı. Əslində o cavab idi, yəni 6 ildən sonra 3 ay. 3 ay, yəni ki, belə də baxarıq da vəziyyətə, belə bir cavab idi. Amma ondan qabaqki nümunələr də bizim bu mövqeyi gücləndirir ki, həmin təkliflər səmimi olmayıb. Məsələn, mən indi burada özüm üçün yazdım, yadımdan çıxmasın. 2 iyul 2012-ci ildə, onlar yəqin sənin də yadındadır. Əli Həsənov, indi prezidentin ictimai siyasi məsələlər üzrə müşaviridir, həm də köməkçisi daha doğrusu, həm də şöbə müdürüdür. Təxminən 60-a yaxın qeyri-hökumət təşkilatını buradan heç uzaqda olmayan media mərkəzində yığmışdı və həmin görüşün məqsədi, birbaşa məqsədi ondan ibarət idi ki, vətəndaş cəmiyyətinin problemlərini dinləyək, bu problemlərlə bağlı qeyri-hökumət təşkilatlarından gələn təklifləri nəzərdən keçirək və bir müddətdən sonra həmin o problemlər və təkliflərlə bağlı onların da qeyd etdiyi tematik görüşlərə başlayaq. Əli Həsənov hətta həmin görüşün sonunda özü də dedi ki, qeyri-hökumət təşkilatlarından 80-a yaxın biz təklif qeyd elədik, 80-a yaxın təklif aldıq. Az bir müddətdən sonra hər bir təklif ümumiləşdiriləcək, əlləri var ki, birləşdiriləcək və bununla bağlı tematik görüşlərə başlanacaq. Mən Əli Həsənovu sonuncu dəfə orada görənəm. Yəni ondan sonra canlı olaraq mən nəzərdə tuturam. Nə onun özü, nə onun komandası indi kifayət qədər böyük şöbədir prezident administrasiyasında. Yəni bizim tədbirlərdəmi və yaxud da ki, onların özündən gələn bir çağırışlarda mı olmayıblar. Yəni bulunmayıblar bu çağırışlarda və bunu biz necə qəbul etməliyik? Bunu biz o cür qəbul etməlidir və etmişik də ki, ölkə daxilində, təkcə ölkə daxilində həll etmək mümkün olmur. Bizim verdiyimiz təkliflərə biganə yanaşılır. Bizim verdiyimiz təkliflərə baxılmır. Ona görə də biz, belə deyək, o təkliflərimizin keçməsi üçün daha, belə deyək, təsirli kampanyalar, daha təsirli layihələr həyata keçirməyə çalışırdıq. Və o biri tərəfdən də bu məsələnin digər bir tərəfi də var, beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələsi. Yəni, insan haqları məsələsi heç bir ölkənin daxili işi deyil. Hüquq və azadlıqların müdafiəsi məsələsi heç bir ölkənin, o cümlədən Azərbaycanın daxili məsələsi deyil. Məsələn, mən şəxsən əminəm ki, mənim həmkarlarım da Azərbaycanda insan haqları məsələsini gedib, tutaq ki, hansısa bir ölkədə yerləşən və profili, məsələn deyirəm, tamam insan hüquq və azadlıqların müdafiəsinə fərqli olan bir təşkilatla müzakirə etmirəm ki, bu insan haqlarının vəziyyətini. Mən gedirəm Avropa Şurasından müzakirə edirəm, hansı ki, Azərbaycanın üzvüdür və könüllü olaraq hüquq və azadlıqların müdafiəsi ilə bağlı öhdəliklər götürür.
Mən ATƏT-də müzakirə edirəm, eyni qayda orada da tətbiq olunur. Birləşmiş Millətlər Təşkilatında eyni qayda tətbiq olunur və sair bu kimi təşkilatlarda. Yəni, həmin təşkilatlar, Azərbaycan həmin təşkilatların üzvüdür. Həmin təşkilatlar qarşısında könüllü olaraq öhdəliklər götürüb və bizim də həmin təşkilatlarla fəaliyyətimiz bundan kənara çıxmır. Yəni, kənara da necə çıxa bilər ki? Nə onların başqa bir mandatı var, nə də bizim başqa bir əlimizdə imkanlar var ki, o çərçivədən də kənara çıxaq. Gedirik, deyirik ki, biz bu problemi görürük, hökumətin özündən də xahiş eləmişik, sizdən də xahiş edirik ki, siz də onlardan xahiş edin. Və salam, beynəlxalq təşkilatdan başqa cür əməkdaşlıq sadəcə mümkün deyil. Məsələn, əlaqə yaradılır, deyilir ki, məsələn, siz hüquq müdafiəçisi kimi ölkədə vəziyyəti necə qiymətləndirirsiniz, biz də vəziyyəti necə görürüksə, o cür qiymətləndiririk və salam, bitdi. Yəni, bunun da mahiyyəti ondan ibarət ki, bəlkə dövlət qurumları bu tənqidləri xarici mediada görüb, o tənqidlərdən nəticə çıxarıb problemi həll edərlər. Bunun da başqa bir mahiyyəti yoxdur burada. Yəni, ona görə düşünürəm ki, məsələləri gəlin ölkə daxilində həll edək, bu cür məhdudlaşdırmaq olmaz ilk növbədə. Amma hətta o cür məhdudlaşdırsaq belə yenə həll olunmur və yuxarıda qeyd etdiyim məsələlərə görə. Bir dənə də yəni, bu mövqeyi gücləndirmək üçün nümunə yadıma düşdü. Tutaq ki, Avroviziya ərəfəsində bilirsiniz ki, bizim bir kampaniya oldu, Demokratiya naminə oxu kampaniyası. Biz, deməli, Bakıdakı otellərdən birində konferans təşkil etmişdik və konferansa da elə tarix təşkil etmişdik. Yəni, nə jurnalist gələ bilərdisə Azərbaycana, artıq Azərbaycanda idilər, nə beynəlxalq təşkilatların nümayəndələri gələ bilərdilərsə, artıq Azərbaycanda idilər, mayın 16-sında, yəni Eurovisiondan bir neçə gün qabaq. Və biz dövlət qurumlarından, yəni o dəvətnamələri biz göndərmişdik, təxminən 4-5 deməli, quruma dəvətnamə göndərmişdik. Amma biz nə gördük? Dəvətnamə göndərmədiyimiz adamlar gəlməyə başladı. Nə bilim, yapın təmsil edən deputatları gəldi. Baş prokurorluq 4 nəfər adam göndərmişdi. Prezident aparatından Prezident aparatından 4 nəfər gəlmişdi. Ədliyyə Nazirliyindən bir dənə şöbənin, elə bir qeydiyyat və notariyyat şöbəsi var. Bütün əməkdaşlarını yığıb getirmişlər ora ki, yəni görsənsin ki, QYT-lərlə dövlət qurumları arasında diyaloq var. Prokurorluqla. Diyaloq var. Diyaloq prokurorluqla gedir. Hələ yerdə belə bir məsələ. Orada başladı, sonra başqa davam edir. O heç yəni bəli. Amma bu bitəndən sonra, yəni Avroviziya bitdi, qutardı, elədir. Biz 2012-ci ilin dekabr ayında, yəni Əli Həsənovla bu görüşü keçirmişik artıq 2012-ci il ayında. Bu Think for Democracy kampaniyasını transformasiya elədik Art for Democracy kampaniyasına və Bakı Caz Mərkəzində geniş bir tədbir təşkil etdik. Yaxud siz də desin orada, bir çox dostlarımız da var idi, iştirak edirdi. Mən özüm, yəni o maydakı konferansı nəzərə alaraq hamıya göndərdim bu səfər. Prokurorluğa da göndərdim, Ədliyyə Nazirliyinə də göndərdim, prezident aparatına da göndərdim. Kim gəlmişdirsə, o siyahı qalaraq bizdə. Hamıya göndərdim. Bir dənə ombudsman aparatından bir dənə uşaq gəlmiş. O da gəldi, baxdı ki, təkdi, çıxdı, getdi. Yəni oturmadı sona kimi. Özündə fikirləş ki, nəsə bir onun gələcək bir fəaliyyətinə mane ola bilər. Yəni ona görə bu ölkə daxilində diyaloq məsələsi bu vəziyyətdədir. Şəxsən məsələn bizim təşkilatı qeydə alsalar, mən QYT şurasına müraciət haqqında düşünərəm. Bu şurasında qeydiyyata da almırlar axı. Sonra deyirlər ki, niyə bizə müraciət eləmirsiniz? Oradan da şərt qoyur ki, qeydiyyasız təşkilata vermirik buna. Bunu da necə biz başa düşək? Yəni əməkdaşlıqdan imtinadır, diyaloqdan imtinadır. Mən amma bu gün də deyirəm ki, hazıram. Yəni ki, bizim hamımızın mövqeyi belədir ki, əgər həqiqətən də davamlı, ardıcıl, tematik, bərabər hüquqlu və indi belə şəffaf önəmlidir. İndi çox işlənən sözdür bərabər hüquqlu şəkildə müzakirələrə hazırlarsa biz həmişə hazırıq. Lap yaxşı. Bir sonuncu sualımı verəcəm, ondan sonra biraz vaxtımız azalır. Sonra müzakirələrə keçəcəyik, çünki yəqin ki, suallar olacaqdır. Bir məsələni sizin qeyd edeyim. Bu sonuncu siz yəqin həbsdəsiniz, məlumatınız az olar. Sonuncu QYT-lərlə bağlı belə bir dəyişiklik oldu ki, Ədliyyə Nazirliyinə belə hüquq tanıdılar ki, Ədliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına istənilən vaxt yoxlama təşkil edə bilər və yoxlaya bilər.
Ondan da bir müddət öncə təxminən Natiq bəy buradadırsa, o yaxşı bilər, iqtisadçıdır. Bir ay öncə prezidentin belə bir qərarı oldu ki, iqtisadi birliklərə, yəni iqtisadi təşkilatlara, kommersiya təşkilatlarına yoxlamalar dayandırılsın, onlara qarşı. Bunlar necə qarşılayırsınız? Yəni iqtisadi təşkilatlara qarşı yoxlamanı dayandırır, amma qeyri-hökumət təşkilatlarına hansı ki gəlir əldə etməyə qarşısına məqsəd qoymayan, çox kiçik, bəlkə də illərlə bəzən olmur heç bir maliyyəsi olmayan bir qeyri-hökumət təşkilatlarına növbədən kənar yoxlama açmaq və bunu belə deyək də, davamlı olaraq apara bilmək, hüququ tanımaq sizcə nə deməkdir bu? Yəni, niyyət aydındır. Niyyət oradadır ki, nə qədər qeyri-hökumət təşkilatları sektoruna adam az cəlb olunsa bir o qədər yaxşıdır. Yəni, bu sahəyə, kommersiya sahələrindən fərqli olaraq cəlbedici bir sahə kimi baxmayın. Çünki hər cür süründürməkçiliyi biz burada yaratmışıq. Yəni, bu mesajın arxasında budur ki, Azərbaycanda bayaq siz söylədiniz. Qeyri-hökumət təşkilatını yaratmaq üçün tutaq ki, Gürcüstanda ümumiyyətlə icazə lazım deyil. Mən Danimarkaya müraciət eləmirəm, tutaq ki, Polşaya müraciət eləmirəm. Belçikada ümumiyyətlə yoxdur bu qeydiyyat sistemi. Avropada buna belə yanaşırlar. Birləşmək azadlığı vətəndaşın müstəsna hüququdur. Vətəndaş yaratdığı təşkilatı Ədliyyə Nazirliyində qeydiyyatda keçirməkdə sərbəstdir. İstəsə bu hüququndan istifadə edər, istəsə etməz. Bu vəzifə deyil, bu öhdəlik deyil. Yəni, bu vətəndaşın hüququdur, bu vətəndaşın mənsub olan hüquq. Azərbaycanda bu belə baxılır. Əgər siz birləşmişsinizsə, mütləq dövləti xəbərdar eləməlisiniz. Yəni, icazəli bir hüquqa çevrilibdir. Və bundan da, bu fəlsəfədən də qaynaqlanaraq bütün bu normativ vaxtlara dəyişikliklər olur. Qrant haqqında qanun, inzibati xətalar haqqında qanun, mülki məcəllədir, sonra hüquqi şəxslərin dövlət reyestri və qeydiyyat haqqında qanun, qeyri-hökumət təşkilatları haqqında qanun, hamısına bu fəlsəfədən qaynaqlanır. Bu pəncərədən baxırlar ki, biz necə eləyək ki, maksimum şəkildə vətəndaşların könüllü birliklərinin qarşısını alır. Yəni, niyyət budur. Çox, əlbəttə ki, qeyri-demokratik, avtoritar bir yanaşmadır. Bu, bizim də elə niyyətimiz həm də uzun illər bu olub ki, bu cür yanaşmanı Azərbaycan aradan qaldırır və Azərbaycanda hakimiyyətin qeyri-hökumət təşkilatlarına münasibəti dəyişdirir. Əfsuslar olsun ki, dəyişmir. Məsələn, başqa bir şey deyim, kütləvi informasiya vasitələrini qeyddən keçirmək Azərbaycanda xəbərdarlıq xarakteri daşıyır, icazəli xarakteri deyil. Tutaq ki, biz bir jurnal və yaxud da qəzet tərz yaratmaq istəyiriksə, Ədliyyə Nazirliyinə müraciət olunaq, bunun bir forması var, 2002-ci ildən belədir. Və artıq xəbərdar edilirsiniz və həmin adda əgər kütləvi informasiya vasitəsi mövcud deyilsə, fəaliyyətə başlaya bilərsiniz. Amma eyni şey, deməli, kommersiya birliklərlə bağlı. Çox asan. Ancaq qeyri-kommersiya təşkilatlarına gələndə, artıq, deməli, qeyri-hökumət təşkilatlarına gələndə bu belə deyil. Və ümumiyyətlə bizim qeyri-hökumət təşkilatları haqqında qanunda çox qəribə məsələn şeylər var. Deyir ki, tanınmış şəxslərin adlarına qeyri-hökumət təşkilatı yarada bilməz, yaradarlarkən onların varislərindən icazə almalı. İndi mən İmaməddin Nəsibinin varisini hardan tapım ki, onun adına təşkilat yaradır. Konkretlə, Mirzə Fətəli Axundovun gənə tapmaq olar. Sən onu da tapmaq olar. Yox, yəni qəribədir. Siz təzəmdə gətirin. Məmməd Əmin Rəsulzadə, Mirzə Fətəli Axundov, ilk Azərbaycanlıdır mənim üçün. Yəni ilk Azərbaycan ictimai fikrinin atasıdır. Bunun haqqında yüzlərlə ictimai birlik yaratmaq olar. Ancaq dəqiqləşdirmə. Çox şeylər var orada. Tutaq ki, vətəndaşların təşkilatlanması, sosiallaşması, bax, bütün bunlar hamısı bu adını çəkdiyim qanunlar çərçivəsində tənzimlənir. Bu da demək olar ki, çox ciddi şəkildə və gülünç doğurur. Əlbəttə gülünç doğurur. Məsələn ki, kommersiya təşkilatına yoxlamaq olmaz. Bu çox asandır. Qeyri-kommersiya təşkilatına humanitar məqsədlərlə yaradılan təşkilatlar üstə qarşıda hər cür bariyerləri qoyulur. Nasıl başlayırdınız? Onlar ətraflı qeyd elədi. Mənim yanaşmam qeyd etdim ki, yəni fikirləşirəm ki, bu əvvəl siyasi iradə bu cür olub, bu cür dəyişikliklər edib. Mən indi ümid edirəm, yəni inanıram, optimist bir şəxs kimi inanmaq istəyirəm ki, bizim azadlığa çıxmağımız, indi İntiqam bəyin azadlığa çıxmaq ehtimalının olması davamlı olsun. Fikirləşirsiniz ki, vəziyyət dəyişəcək? Fikirləşirəm ki, dəyişməlidir. Yəni, başqa variant yoxdur. Əgər dəyişməsə? Dəyişməsə də heç nə. Yenə yaxşı olacaq. Dəyişməsə də yenə yaxşı olacaq. Yəni, yanaşma ondan ibarət ki, bu dəyişikliklər var, bu qanunları eləyiblər, ayrı-ayrı normativ aktları eləyiblər. Bunlar hamısı ləğv olunmalıdır. Olunmasa, o indi nümayiş, yəni ən azından o görüntü kimi ki, görülən o siyasi iradənin heç bir əhəmiyyəti qalmayacaq. Və heç kim yalnız insanların azadlığa çıxmasına görə
bu yanaşmanı təqdir etməyəcək. Bununla bağlı bir cümlə də eləmək istərdim ki, hakimiyyət bu məsələdə mənə də gəlir ki, bir qədər tərəddüd içindədir. Yəni, mən fikir verirəm, yəni siz də yəqin ki, hamınız diqqətlə izləyirsiniz. Total olaraq tutaq ki, hücuma keçirlər, bir xəttə gələn çatanda dayanırlar, tutaq ki, ondan sonra aç-bıraq başlayır, ondan sonra belə bəyanatlar başlayır. Yəni, biraz tərəddüd var, ancaq laf tutaq ki, bizim hamımızı heç buraxmadılar, içəridə qaldıq. Ölkədə 21-ci əsrdə hər kəs bəlli olan bir həqiqətlər var. Həqiqətin üstünün nə qədər mavalıyla, həqiqət bir çıxacaq üzə. Tutaq ki, siz probleminiz, biz QHT-ləri nəyə görə yaratdıq? Ona görə yaratdıq ki, problemlər var. Əgər Azərbaycanda işgəncə yoxdursa, işgəncələr əleyhinə mübarizə komitəsi də olmayacaq. Əgər Azərbaycanda əsgər ölümü yoxdursa, onda əsgər ölümündən qarşı aksiyalar da olmayacaq. Seçkilər saxtalaşdırılmırsa, seçkilərlə bağlı təşkilat da olmayacaq. Mən Türkiyədə 2007-ci ildə seçkilərin monitorinq aparanda gözləmçi, yəni türklər gözləmçi deyirlər. Adanada seçki məntəqəsinə girdim, Hatayda girdim, bir çox ilçələrində də. Özümü təqdim edəndə ki, mən aditdən gəlmişəm, adətdən gəlmişəm, gözləmçiyəm. Hamısı belə baxır ki, bu nə? Gözləmçilik anlayışı yox idi türklərdə. Sən deyir, niyə gəlmişsən? Get, ya gavurlar gəlmişlər seçkinlərimizi deyir, gözləmçilik yapıyorlar. Qapıdan qapırlar bizim. Mən belə şoka düşdüm. Çünki adamlarda anlayış yoxdur ki, Polis xalanı tanımırlar. Bu anlayış varsa, əgər pozuntu varsa, əgər hansısa bir kazus varsa, deməli onunla bağlı yönləmlər də olacaqdır və təşkilatlar yaranacaq. Çox sağ olun. İndi isə sözü verdiyi Adil